Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Söz verdiyim kimi bu videoda sizlərə bakalavrın elektron ərizəsini doldurma prosesini izah edəcəm. Bundan əlavə bir videoda sizlər üçün hazırlayacağım ki, o videoda bu videodan fərqli olaraq bu videoda mən sizlərə ixtisası dil müəllimliyi olmayan bir bakalavrın elektron ərizəsini doldurma prosesini izah edəcəm. Digər videoda isə ixtisası dil müəllimliyi olan bakalavrın elektron ərizəsini doldurma prosesini izah edəcəm. İlk öncə sizin etməli işiniz, birinci müəyyən bir brauzerə daxil olursunuz. Mən də Google Chrome'a daxil oluram. Oradan Dövlət İmtahan Mərkəzinin rəsmi saytı olan Dimqova saytına daxil oluram. Orada görsəz ilk iki pəncərə magistratura ilə bağlıdır. Sadəcə yanlışlıq eləməyin. Birinci pəncərə sınaq imtahanına buraxılış vərəqəsidir. Bu Dövlət İmtahan Mərkəzinin magistratura ilə bağlı keçirəcəyi sınaq imtahana buraxılış vərəqəsidir ki, hansı ki o buraxılış vərəqəsini çıxardıb tələbələr həmin o sınaq imtahanına gedib qatılacaqlar. Digər pəncərə bizə lazımdır. Hansı ki orada yazıb magistratura aşağı hissəsində bakalavrın elektron ərizəsi. Ora daxil oluruq. Ora daxil olanda aşağıdakı məlumatları sizə ehtiyac varsa tanış ola bilərsiniz. Orada yazıbdır 2025-26 tədris Azərbaycan Respublikası Təhsil Müəssisəsinə magistraturuna qəbul elanı, magistratura ərizə verilən bakalavr üçün təlimat, şəxsi kabinetinin yaradılması və istifadə qaydası. Eləcə də başqa başlıqlar var ki, istəsəz onlardan hər hansı müəyyən bir məlumat əldə etməyə ehtiyac duysaz daxil olarsınız. Amma düşünürəm ki, bakalavrın elektron ərizəsini doldurmaq üçün onlar sizə ehtiyac yoxdur. Sadəcə buradan siz bir daxil ol hissəsinə klik edirsiniz. Açılan hissədə sizdə burada istifadəçi adı birinci göstərəcək. İstifadəçi adı, yəni siz ora fin kodunuzu yazmalısınız. Fin kod, yəni şəxsiyyət vəsiqəsində yeni şəxsiyyət vəsiqələrində artıq o fin kod elə 7 rəqəm orada, o 7 şifrəli bir kod olur, onu yazırsınız. Köhnə şəxsiyyət vəsiqələrində isə son 8-dən birini silirsiniz, 7-sini saxlayırsınız, onu yazırsınız. Mən də burada müəyyən bir tələbənin fin kodunu yazacağam, hansı ki o tələbənin ixtisası dil müəllimliyi deyil. Həmin o tələbənin ixtisası haqqında mən onun pəncərəsinə daxil olanda sizə məlumat verəcəm. Deməli, tələbənin fin kodunu yazıram mən bura. Yazdıqdan sonra növbəti düyməsinə klik edirəm. Keçir istifadəçi parolu. İstifadəçi paroluna siz yəni şəxsi kabinetinizin parolunu yazırsınız. Burada da istifadəçi adına da zaten siz şəxsi kabinetinizə də daxil olsanız, siz istifadəçi adına fin kodunuzu yazırsınız, istifadəçi paroluna da ora qoyduğunuz parol yazın. Eyni bu sistemə də, yəni bakalavrın elektron ərizə sisteminə də daxil olanda siz həm fin kodu yazırsınız, ardınca isə parolu yazırsınız. Mən də parolu da yazıram. Və daxil ol düyməsinə sıxırıq. Baxın, qeyd olunub ki, burada tələbənin adı Əhmədli Nuray Rahib qızı. Qarşısında qeyd olunub şəxsi kabinetinizdə olan vəsait 00 azin. Aşağıda yazıb magistratura 1-ci cəhd qəbul imtahanına qeydiyyat təsdiq edilməyib. Baxın, bu qarşısında da daxil ol düyməsi var. Onun üstündə yazılıb son tarix 27.01.2025. Yəni biz 27.01.2025 23.59-a kimi bu bakalavrın elektron ərizəsinə müraciət edə bilərik. Daxil ol düyməsini vururam və Nuray xanımın artıq səhifəsi açılır. Baxın, yoldaşlar, burada şəklin altında 3 dənə başlıq var. Şəxsi məlumatlar, ali təhsil və imtahan. Yəni bunların hər birini biz doldurmalıyıq. İlk öncə təbii ki, şəxsi məlumatlara girir.
Şəxsi məlumatlara girdikdə, baxın yoldaşlar, burada bəzi şeyləri qeyd edəcəm. Baxın, Əhmədli Nurar Rahib qızı, doğum tarixi qeyd olunub, şəxsiyyət təsdiq edən sənəd qeyd olunub. Gələn birinci bu hissəyə. Şəxsiyyəti təsdiq edən sənəddə dəyişiklik olubdursa, onu mütləq e-kabinet.gov.az e-kabinet yazsınız, orada çıxasıdır. E-kabinetə girirsiniz, yəni şəxsi kabinetinizə girirsiniz. Yenə ora istifadəçi adı və parol yazmaqla daxil olursunuz. Orada sizin məlumatlarınız var. O məlumatlara girib onları yeniləyirsiniz. Məsələn, ola bilər şəxsiyyət vəsiqəniz dəyişib, ora girəsiniz, şəxsiyyət vəsiqənizi yeniləyəsiniz. Baxın, mən onu sizin üçün onu da göstərəcəm. Baxın, şəxsi kabinetə girdim. e-kabinet.dim.gov.az sayt üzərindən girdim. Burada kabinetimə giriş edirəm. Əgər hər hansısa bir məlumatı dəyişmək istəyirəmsə. Baxın, burada bu tələbənin məlumatları qeyd olunubdur, hər bir şey. Vətəndaşlığı, qeydiyyatda olduğu məntəqə, faktiki yaşadığı məntəqə. Biz mütləq ki, bu faktiki yaşayış məntəqəsinə diqqət etməliyik, deyəcəm niyə. Mobil telefon, elektron, ünvanda hamısı da qeyd olunubdur. Demək, burada ən önəmli faktlardan biri bir şəxsiyyət vəsiqəsinin dəyişməsidir. Bir də faktiki yaşayış ünvanına mütləq şəkildə diqqət eləməliyik. Nəyə görə məhz şəxsiyyət vəsiqəsi və faktiki yaşayış ünvanı? Çünki şəxsiyyət vəsiqəsini bəzi tələbələr, belə deyək, ailə həyatı qururlar. Ailə həyatı quranda ad soyanda dəyişiklik olur ki, onu mütləq girib kabinetində düzəltməlidir. Burada bu hissədə, bu elektron ərizəyə müraciət hissəsində biz heç bir məlumatı dəyişmirik. Ana məlumatlar, hansı ki, bu addır, soyaddır, şəxsiyyətdir, faktiki yaşayışdır, qeydiyyatda olduğu bu məqamlar, bunların hamısı biz ancaq kabinetdən, şəxsi kabinetdən girib dəyişirik. Mən ona görə baxıram, bu tələbədə hər şey qaydasındadır, amma baxıram ki, bu tələbədə və tələbənin özünə əlaqə saxlamışıq, bunları dəqiqləşmir ki, faktiki yaşadığı məntəqə Mingəçevir şəhəri qeyd olunub. Qeydiyyatda olduğu məntəqə o Mingəçevirdə qalmalıdır. Amma faktiki yaşayış məntəqəsinə niyə diqqət eləməliyik? Şəxsiyyətdə dediyim kimi də ailə həyatı qura bilər, dəyişə bilər və yaxud da şəxsiyyət vəsiqəsini yeniləyə bilər, AZ-dən AA-ya keçər. Ona görə şəxsiyyət vəsiqəsini. Bir də məsləhətdir ki, belə deyim də, bu könüllüdür, arzu olunandır dəyişmək ki, nömrənizi əgər dəyişmişsə, onu da girib düzəltsəz yaxşı olar, mail ünvanınızı dəyişmişsə, onu da girib dəyişsəz yaxşı olar. Amma şəxsiyyət və faktiki yaşayış ünvanı bunlar mütləq dəyişilməli olan bir şeylərdir. Yəni, ulduzla olan bəndlərdir ki, bunları dəyişməlidir ki, sizə imtahana gedəndə bir sıxıntı yaranmasın. Və imtahan verəcəm. Faktiki yaşayış ünvanı, baxın, burada Mingəçevir qeyd olunur. Əgər biz bunu dəyişməsək, qeydiyyat olduğu ünvan heç bir əhəmiyyət kəsb eləmir. Yəni, o qeydiyyat haradasa son qeydiyyat. Faktiki yaşayış ünvanı dəyişməsək, bu adam Mingəçevir qeyd edib, indi Sumqayıtdadırsa, gərək ki, gedib, yəni, Dövlət İmtahan Mərkəzi ona baxır ki, bu faktiki Mingəçevirdə yaşayır, gəlin biz bunun rahatçılığı üçün bunun imtahanı Mingəçevirə salaq ki, Mingəçevirdə versin. Amma onu düzəldib, əgər bu Sumqayıtda qalır, faktiki yaşayış ünvanı Mingəçevir qalır. Faktiki yaşayış ünvanı dəyişməlidir ki, Sumqayıt. Bu hal-hazırda Sumqayıtdadır. İmtahanı harda vermək istəyirsinizsə, faktiki yaşayış ünvanı ona dəyişir. Məsələn, siz faktiki yaşayış ünvanı, mən buradan Mingəçevir silib Naxçıvan eləyə bilərəm, məsəl üçün deyirəm. Və yaxud eləyə bilərəm, tutaq ki, Lənkəran. Gedib mən Lənkəranda imtahan verməli olacam. Çünki bizi Lənkəran üzrə yerləşdirəcəklər. Yəni, bizim buraxılış vərəqəmiz gələndə. İndi onunla da bağlı buraxılış vərəqəsinə keçməyim. Yəni, imtahanı faktiki yaşayış ünvanını haranı qeyd eləmişsə, orada verəsiniz. İndi və bu tələbənin faktiki yaşayış ünvanını biz dəyişməliyik. Ona görə giririk kabinetinə. Baxın, kabinetinə girəndə yenə bizdən giriş istəyir. Biz elektron ərizə başqa bir sistemdir, bu başqa bir sistemdir. Yenə də biz giriş eləməliyik və yenə də biz tələbənin fin kodun, parolun yazmalıyıq. Onları qeyd edirəm. Və davam et vururam. Davam et vurandan sonra yenə parol istəyir bizdən.
və sonra daxil ol düyməsinə vururuq. Və artıq açıldı Nuray xanımın şəxsi kabineti. Baxın, yuxarıda qeyd olunub şəxsi məlumatlar. Bax, hansı ki elə birinci o açıldı. Şəxsi məlumatlar, Əhməd Nuray və s. və s. bütün məlumatlar burada yer alıb. Dəyişən bizdə, baxın, qeydiyyatda olduğu ünvandır. Okay, ona bağlı bir sıxıntı yoxdur, ona əl dəyməyəcək. Sonra giririk. Əgər şəxsiyyət vəsiqəsini yeniləmsinizsə, onda baxın, şəklin altında sənədim yenilənib var. Sənədim yenilənib vurasınız. Baxın, vurdum bu hissəyə. Burada artıq siz yeni, baxın, qeyd edib nümunə kimi yuxarıda. Yeni şəxsiyyət vəsiqəsinin AA rəqəmlərini yazacaqsınız və yenilə vurasınız. Yenilə vuranda avtomatik o yenilənəcək. Burada bəzi proseslərdə avtomatik yenilənir. Bəzi prosesdə sizin telefonunuza kod gəlir. O kodu yazırsınız, ondan sonra yenilənir. Və qayıdıram geriyə. Təbii ki, bizə buna ehtiyac yoxdur. Aha, burada kabinetdə biraz sorun oldu. Aha, qayıtdım. Aha, demək burada nəyin baxırıq? Keçirik əlaqə məlumatlarına. Əlaqə məlumatları, baxın, burada artıq faktiki yaşadığı məntəqə, ev telefonu Mingəçevir qeyd olunubdur. Mobil telefonu tələbənin elə öz mobil telefonudur maildə. Bax, burada hansılarını dəyişmək istəyirsiniz, dəyişirsiniz. Biz burada təbii ki, faktiki yaşayış ünvanı dəyişəcəyik. Çünki bizim tələbəmiz Sumqayıtda imtahan vermək istəyir. Onu mütləq dəyişməlisiniz. Çünki biz elektron ərizədən bayaq baxdıq, gördük faktiki yaşayış ünvanı Mingəçevir qeyd olunub. Amma biz tələbə Sumqayıtda imtahan vermək. Seçirik Sumqayıtı və yadda saxladırıq. Yazı, əlaqə məlumatları yadda saxlanıb. Məsələn, baxın, burada başqa keçsin istəmədi. Bəzən amma bununla bağlı sizin nömrənizə kod göndərir ki, o kodu yazırsınız və ondan sonra təsdiqlənir. Faktiki yaşayış ünvanı dəyişdirildi. Biz elektron ərizəyə qaydanda səhifəni refresh eləyəndə, yeniləyəndə artıq orada yenilənmiş olacaq. Parolu dəyiş, ehtiyac olsa, baxın, hesabdır. Hesabda görsə 0-0 görsədir və s. Artıq buradan lazım olan hissəni dəyişdik. Qayıdıram ərizəyə. Yuxarıda baxın, 2-dən səhifə açmışam, qayıtdım ərizəyə. Ərizəyə qayıdıb bir dənə refresh eləyəndən sonra, yəni yeniləmə eləyəndən sonra, baxın, faktiki yaşayış ünvanı sağ tərəfdə oldu Sumqayıt şəhəri. Bunu dəyişdik. Bununla bağlı artıq bizdə dəyişiləsi, düzəldiləsi bir iş yoxdur. Ondan sonra keçirəm şəklin altında olan ikinci hissəyə, ali təhsil hissəsi. Ali təhsil hissəsində təbii ki, tələbənin magistr təhsili yoxdur. Yəni, olanlar ola bilər, amma yoxdur. Baxın, yazıb, girəndən sonra orada bakalavr təhsil haqqında məlumat verin. Oraya giririk. Burada seçin bölməsinə giririk. Harda bakalavr təhsilinə Azərbaycan Respublikasının ərazisində yerləşir, onu seçirik və davam vururuq. Orada artıq sizin təhsilinizlə bağlı məlumatlar öz əksini tapır. Baxın, təhsil səviyyəsi, soyadı, adı, atasının adı və hər şey burada qeyd olunur. Baxın, altında da hər bir şey. Bakalavr Əhmədli Nuray Rahib qızı Bakı Mühəndislik Universiteti fizika müəllimliyi, tədris ingilis dilində bu məsələyə toxunacağam. Dövlət sifarişli diplom alması haqqında məlumat yoxdur. Çünki hələ ki bitirib. Bu məlumatlar burada qeyd olunur. Biz buradan sadəcə seç düyməsinə vuracağıq. Baxın, yoldaşlar, bir şey qeyd edeyim. Burada tələbənin tədrisi ingilis dilindədir. Tədrisin ingilis dilində olması bizə heç bir qadağa qoymur. Ki, biz müəyyən bir dili seçə bilmərik, hansı dili seçə bilərik. Məsələn, xarici dil müəllimliyində oxuyanlar, tutaq ki, bir tələbə ingilis dili müəllimliyində oxuyursa, yəni ixtisası ingilis dili müəllimliyidir, tərcümədir və bu kimi ixtisaslarda oxuyursa, onlar, ingilis dili üzrə, onlar əgər öz ixtisasların davam etdirmək istəyirlərsə, o zaman xarici dil kimi ingilis dilini seçə bilməzlər. Fərqli bir dil seçməlidirlər. Əgər öz dillərin yox, fərqli dil seçirlərsə, onlar həm öz ixtisaslarına verə bilir, həm də digər bütün ixtisaslara verə bilirlər. Yəni, hazırda oxuduğu ingilis dili müəllimliyidirsə, o ingilis dili müəllimliyini seçməyib, digər dillərdən birini seçməklə və o 25-lik sualı o üzrə istiqamətlənməklə, onlar həm öz ixtisaslarını, həm də digər verə biləcək bütün ixtisaslara verə bilir. Lakin onlar başqa dil yox, elə hazırlaşdığı bakalavrda oxuduğu ingilis dili müəllimliyi ixtisasını oxuduğu o ixtisasa əsasən elə ingilis dilini seçib
ingilis dilini daha yaxşı yazmasını, o zaman onlara öz ixtisasından başqa digər bütün ixtisasları verirlər. Yalnız öz ixtisaslarına verə bilmirlər. Məsələn, ingilis dili müəllimliyində ixtisas proqram 40-dır. Yəni onlar öz ixtisasının 40-cı proqram gedir. Onun ixtisas seçimində daha ətraflı biləcəyik. Ora verə bilmirlər. Digər bütün ixtisaslara verə biləcəyi 27-ci proqramdan, nə bilim, orada turizmlə bağlı ixtisaslardan, nə bilim, MBA proqramından seçə biləcəyi bütün ixtisaslara verə bilir. Burada isə tələbədə məqam fərqlidir. Burada tədris ingilis dilindədir. Burada sektor deyil. Yəni tədris ingilis dilindədir. Tədris ingilis dilindədirsə, bizdə Azərbaycan və Rus sektorları vardır. Tədris ingilis dilində heç bir tələbəyə qada qoymur. Əksinə üstünlük verir. O ingilis dilində tədris alıb, xarici ingilis dili seçməyə buna avantaj verir. Yəni ingilis dilindən tədris alıb, ən azından ingilis dili daha yaxşı olar düşünürəm. Yəni bununla digər məsələni qarşılayır. Tədrisin ingilis dilində almanın heç bir sıxıntısı yoxdur. Amma Rus sektorunda oxumaq, bu da bir qadağalar qoyur. Əgər bir tələbə Rus sektorunda oxuyursa, o magistraturanı Rus sektorunda davam elətdirmək istəyirsə, o xarici dil kimi Rus dilini seçə bilməz. Əgər bir tələbə Rus sektorunda oxuyursa, bizdə ingilis sektoru yoxdur da, belə deyək. Rus sektoru da sektordur. Ona görə bu tədris ingilis dilində olması ingilis sektoru anlamına gəlmir yəni. Amma Rus sektorunda oxuyursa, dediyim kimi, onun magistraturanda Rus sektorunda davam etdirməsi üçün o xarici dil kimi Rus dilini seçə bilmir. Amma Rus dilini seçə bilər. Hansı halda seçə bilər? O, müraciət eləyəndə Dövlət İmtahan Mərkəzinə kitabçasını özün Azərbaycan sektoru kimi qeyd eləyir. Azərbaycan bölməsi kimi. Yəni ona kitabça Azərbaycanca təqdim olunur. O avtomatik Rus sektorundan çıxmış sayılır. Yəni magistraturaya Azərbaycan sektoru üzrə müraciət eləyir və o kitabçanı Azərbaycanca alır. O halda o xarici dil kimi Rus dilini seçə bilər. Əks halda Rus sektorunda oxuması üçün magistraturanın o dil kimi o 25 dil sualı Rus dilini seçə bilməz. Dediyim kimi, ancaq özünü Azərbaycan bölməsi göstərir və ona kitabça Azərbaycanca təqdim olunur. O halda o xarici kimi Rus dilini seçə bilər və sonuçda gedib magistraturanı Azərbaycan bölməsi ilə oxuya bilər. Yəni, buna da aydınlıq gətirdim ki, burada sizi qaranlıq heç nə qalmaz. Burada tələbənin məlumatları var və mən buradan seç düyməsini vururam və avtomatik olaraq seçilmiş olur. Daha sonra aşağı hissəyə diqqət etsəz, orada magistratura yazılıb. Magistratura təhsil haqqında məlumat verir. Orada mütləq ki, biz daxil olmalıyıq və qeyd etməliyik ki, tələbənin magistratura təhsili yoxdur. Yuxarıda bir ona qalçıqa qoyuruq ki, magistratura təhsili yoxdur. Baxın, aşağıda seçin, bitirdiyi illərdə bizdə artıq deaktiv olur. Çünki magistratura təhsili yoxdur və onu da yadda saxlayırıq. Seçdikdən sonra hər ikisini yadda saxladıq. Vəssalam, təhsili ilə bağlı da bütün məlumatları qeyd etdik. Ondan sonra gəlirik şəklin altında olan 3-cü bəndimizə, imtahan bölməsi. İmtahana qeydiyyatdan keçin. Vurdum imtahana qeydiyyatdan keçin. Burada bizə 3 dənə vacib punkt var ki, onları doldurmalıyıq. Birinci yazılıb bölmə. Bölmə təbii ki, tələbəmiz bizim Azərbaycan az sektordur. Azərbaycanı seçəcəm. Xarici dil, yəni imtahanda seçəcəyi dillərdən hansını seçir? Xarici kimi ingilis dilini seçir. Bizim tələbəmiz onu qeyd edirəm. Aşağıda olan hissə isə bu tələb üçün aid deyil. Bu tələb və aşağıda olan məqam bizdə. Bu dediyim kimi, bax burada qeyd olunan dil ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi, filologiya, tərcümə və s. bu kimi ixtisaslar üçün keçərlidir. Baxın, ora vururam deaktivdir. Çünki bu tələb üçün ora şamil olunur. Vəssalam, yadda saxla burada. Yadda saxlanıldı. Vəssalam. Baxın, bütün məlumatları qeyd eləyəndən sonra lap aşağı hissədə baxın yazılıb. Ərizənin təsdiq üçün şəxsi kabinetinin hesabında əllazim məbləğdə vəsait olmalıdır. Yəni, burada bizə təsdiq üçün çıxacaq, yaranan problemləri yazır. Və əgər biz burada hər hansı bir magistr təhsilini qeyd etməsəydik, orada yazacaqdı, magistratura təhsili ilə bağlı məlumat yoxdur. Yəni, ilk öncə onu yazacaqdı. Onu həll eləyəndən sonra bu problemi yazacaqdı. Əllazim yoxdur. Əllazini indi həll eləyəcək, vəssalam, məsələ bitmiş sayılacaq. İndi tələbənin biz hesabına əllazini köçürtməliyik.
Bunun üçün nə edəcəyik? Məsləhət görürəm ki, ən rahat üsullardan biri elə Hesabaz saytına daxil oluruq. Hesabaz saytına daxil olub, oradan onlayn şəkildə hesabı artıra bilərik. Hansı ki, mən bu videonu qruplarınıza göndərmişəm sizin. Həm Hesabazdan hesabın artırılması, həm terminaldan artırılması. Yəni, hər ikisi ilə mümkündür. Hər ikisi ilə zaten siz dərhal kabinetinizə pul yükləyəcəksiniz. Baxın, yoldaşlar, ərizəyə daxil oluram. Kabinetdə ödənişin olmadığını bildirir və baxın, yuxarı sağdakı yazır, şəxsi kabinetdə vəsait 0%. Girir Hesabaza, düşürük aşağı hissəyə, orada təhsillə bağlı bir bölüm olmalıdır. Baxın, aşağıda kitab işarəsi olan. Ora klik eləyirəm. Klik eləyəndən sonra Dövlət İmtahan Mərkəzi açılır. Dövlət İmtahan Mərkəzi açıldı. Bura yenə bizim şəxsiyyətin fin kodun, şəxsiyyəti təsdiq edən sənədin. Burada siz hesabınızı həm fin kodla artıra bilərsiniz, həm də elektron şəxsi kabinetin nömrəsi ilə artıra bilərsiniz. Şəxsi kabinetin nömrəsi də olur bizdə. Yəni, amma ehtiyac duymuram şəxsi kabinetin nömrəsi ilə artırmaq. Baxın, elektron iş ərizəsinin iş nömrəsi. Bunu yazmaqla da hesabı artırmaq olar. Amma siz elə artıq biz fin koddan istifadə eləmişik deyə mən şəxsiyyəti təsdiq edən sənədin finini seçirəm. Aşağıya da şəxsiyyəti təsdiq edən sənədin fin nömrəsini yenidən daxil eləyirəm. 7KT. Bunun böyük kiçik yazılması, onu da deyim ki, heç bir əhəmiyyət kəsb eləmir. Aha, davam et düyməsinə baxıram. Davam et düyməsinə məbləğin üstəsinə təbii ki, mən 50 AZN yazasam. Hər bir cəhd üçün imtahanda ödəniş, tələb olunan ödəniş 50 manatdır. Ondan sonra bura kart bilgilərimi yazacağam. 50 AZN-i yazdıqdan sonra biz burada kart növünü seçməliyik. Bizdə kart Mastercarddır. Ona görə Mastercard seçirik və davam et düyməsinə sıxırıq. Və burada bizdən həmin bilgiləri bir daha təsdiqləməyimizi istəyir. Təsdiqləyirik və ondan sonra bizim kartın 16 rəqəmli şifrəsini yazmaq tələb olunur. Onları yazırıq. Daha sonra kartın bitmə tarixini istəyir, onu qeyd edirik. Və 3 rəqəmli kodu istəyir. Və bizdən ödəməni icra eləməyimizi istəyir ki, ödəməni icra edirik. İcra elədikdə həmin o bankdan sizin nömrənizə bir mesaj gəlir. Həmin o mesajda 6 rəqəmli kod sizə təyin olunur ki, həmin o kodu bura daxil edirsiniz. Deməli, etdikdən sonra artıq proses bitmiş sayılır. Ödəməniz, baxın, qeyd olundu, uğurla tamamlanmışdır. Sonra qayıdırıq tələbənin ərizəsinə və səhifəni yeniləyəndə təbii ki, biz səhifədə biraz çox qaldıq deyə bizdən yenidən fin kod istəyir. Yəni, istəməyə də bilərdi. Sadəcə istəyir deyə biz yenidən o fin kodu daxil eləməliyik bura artıq. Baxın, daxil olduq. Yenidən bir dənə də daxil olduq. Baxın, artıq yuxarı sağdakı baxın, şəxsi kabinetinizdə olan vəsait 50 AZN. Artıq biz tələbənin bütün məlumatlarını daxil elədik. Şəxsi məlumatların, lazım olan o faktiki yaşayış şəxsiyyətlə bağlı hansısa bilgiyə ehtiyac var isə onları yenilədik. E-kabinetə daxil olmaqla, ondan sonra ali təhsillə bağlı məlumatları qeyd elədik. Magistratura təhsilinin olmadığını qeyd elədik orada.
başqa məlumatları sistemdə var idi. Oradan seç vurdıq, yadda saxladıq. Hər ikisində həm magistratura, həm bakalavr təhsili ilə bağlı şəxsi məlumatlarda bir daha qayıdıram. Orada faktiki yaşayış ünvanını dəyişdik. Ehtiyac varsa nömrə, mail, arzu olunan da dəyişmir. Amma şəxsiyyət vəsiqəsi, yəni adda soyadda dəyişmələr olsa, onu girib kabinetdən onları da mütləq yeniləməlisiniz. Eləcə də dediyim kimi imtahanlar da vermək istəyirsiniz. Hər an qeyd etsəz orada verərsiniz. Qeydiyyatda olduğunuz ünvandan asılı olmayaraq əsas faktiki yaşayış ünvanıdır. Sonra imtahana qeydiyyatı da bölməsini seçdik, seçəcək xarici dili seçdik. Hər şeyi hazır elədik. Bizdən 50 manat dedi, yoxdur. Onu da daxil elədik hesabına. Artıq baxın ən aşağı hissədə yazır ki, ərizə təsdiq edilməyib. Ərizəni özünüz təsdiq edin. Yəni bizim artıq imtahana müraciətimiz üçün bir tək təsdiq et düyməsinə sıxmamız lazımdır ki, onu da indi icra eləyirik. Artıq balansımızda 50 AZ-imiz var. Onu da icra eləyirik. Bizdən 50 AZ-nin çıxılması ilə bağlı bizə bir təlimat verir. Bəli, razıyam ondan. Qoy çıxsın, yetər ki, əməliyyat yerinə yetdi. Ərizənin təsdiq haqqında məlumat sizin elektron poçt ünvanına göndərildi. OK vururuq və artıq ərizəmiz təsdiq olunub. O aşağı hissədə baxın qeyd olunub. Ərizə təsdiq edilib. Təsdiq vaxtı 16.01.2025. Bu nədir? Artıq siz imtahan üçün müraciət elədiniz. 27-sinə kimi bu bakalavr elektron ərizə ilə müraciət eləyə bilir. Müraciət bitdikdən sonra 27-si axşam 23 səhər 9-dan bitdikdən 4-6 gün sonra 4-6 gün sonra ola bilər bir gün, 2 gün uzana bilər. Amma çox 4-6 günü aşmır. Artıq sizin hər birinizin şəxsi kabinetinizə sizə buraxılış vərəqələriniz, magistratura 1-ci cəhd imtahanı üçün buraxılış vərəqəsi deyə bir başlıq olacaq Dövlət Dimqovaza girəndə. Ora daxil olub yenə FIN-kod parolunuzu yazıb şəxsi kabinetinizə girərək ora sizin buraxılış vərəqənizi yüklənmiş olduğunu görəcəksiniz və o buraxılış vərəqəsində artıq siz hansı məktəbə, hansı ərazidə faktiki yaşayış qeyd edilmişsə, həmin ərazi üzrə hansı məktəbdə, neçənci mərtəbə, hansı sinif, hansı sıra, hansı yerə düşdüyünüzü biləcəksiniz. Və orada sizə bir təlimat da göndərəcəklər ki, gələrkən nələri özünüzlə götürün, nəyi götürməyin, nə eləmək olar, imtahanda hansı qaydaları var, qaydaları pozmaq nədir, nəticəsi və s. bir təlimat da olacaq. Yəni, bu artıq siz müraciət edirsiniz. 4-6 gün sonra artıq sizin buraxılış vərəqəsiniz gələcək ki, siz o buraxılış vərəqələrini çıxardıb şəxsiyyət vəsiqəsindən inşallah ki, 16-sı başlayacaq magistratura 1-ci cəhd imtahanında iştirak edəcəksiniz. Hər birinizə uğurlar, proses çətin deyil, bizə burada lazımdır Dövlət İmtahan Dimqovazın saytı, orada bakalavr elektron ərizə pəncərəsi, lazım olan məlumatlar orada, ehtiyac olan məlumatlarını yeniləməyə ehtiyac duysaq, artıq bir dənə də səhifə açıb, orada e-kabinetə giririk, orada onları yeniləyirik, yadda saxlayırıq. Ehtiyac olsa telefonunuza kod gəlir, onu yazırsınız, yadda saxlayırsınız, təzədən qayıdırsınız ərizəyə, orada refresh eləyəndə, səhifəni yeniləndə o yadda saxladığınızda orada avtomatik dəyişmiş olasıdır və işliyi qutarandan sonra da şəxsi kabinetinizə ödəməni köçürtmək üçün ya onlayn formada hesab bazdan artıra bilərsiniz, dediyim kimi, ya da terminal vasitəsilə Dövlət İmtahan Mərkəzinin səhifəsinə, yəni siz öz kabinetinizin hesabı artıra bilərsiniz. Yəni, 2 yol var. Hansı ki, hər ikisinin videosunu həm mən sizin qruplarınıza göndərmişəm, eləcə də burada hesab bazdan bu tələbə üçün mən qeydiyyatı keçdim. Bu tələbə ixtisası dil müəllimliyi olmayan bir tələbə idi və çox rahatlıqla da bütün məlumatlarını daxil etdik, bir sıxıntısı olmadı. Dil müəllimliyi olan ixtisaslarda müəyyən bir məqamlara diqqət etmək lazımdır. O da əsasən bizə imtahan hissəsindədir ki, orada dil məsələsində bəzi limitlər var ki, onlara diqqət eləməliyik. Qalan digər proseslər çox rahatdır. Tələbənin qeydiyyatını artıq biz təsdiqlədik. Xeyirli uğurlu olsun inşallah. Həm bu tələbə üçün, həm də sizlər üçün. Digər tələbə üçün də dediyim kimi dil müəllimliyi olan bir tələbədən üçün də mən bu məlumatları belə daha geniş yox, biraz sürətli şəkildə keçəcəm. Çünki bura baxıb geniş məlumat alıb, digərində o incə məqamları qeyd edəcəm. Ona da baxaraq siz də öz sənədlərinizi təsdiq edə bilərsiniz. Yəni, müraciət doldurub sonra təsdiq edə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, imtahanda da düşünürəm ki, nəticələriniz arzuladığınız kimi olacaq.